bu gün Azala məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarının J2-8243 nömrəli Bakı-Qrozni reysini yerinə yetirən Embraer 190 təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb. İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qrozni şəhərinə yaxınlaşarkən Rusiyanın Pantsir-S HM sistemi tərəfindən hücuma məruz qalıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəhrəman pilotların son ana qədər göstərdiyi peşəkarlıq və fədakarlıq çoxsaylı insanın həyatını xilas edib. Hadisə ilə bağlı Azərbaycanda dövlət komissiyası yaradılıb, ölkədə matəm elan olunub. Pilotlar Kışnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və bələdçi Əliyeva Hökümə Cəlil qızı ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüblər. Digər bələdçilər Əsadov Zülfüqar Sərdaroğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli rəşadət ordeni ilə təltif ediliblər. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.